İstiyə baxayım. Çay var. Yaxşı gəlmişsən. Bayaq pencerevi təmizləyəndə cibindən kağız tapdım. Deyzi kimdir? Müsibət sənəsən abi var. Mən tez-tez bu at yarışlarına gedirəm. Orada qəşəng bir İtalyanska at var. Adı Daisy'dir. Adı yadımdan çıxmasın deyənə yazmışam kağıza. Hər şeyi şişirdirsən. Ay kişi, neyliyim? Sevirəm də səni. Ona görə səni hər yerə qısqanıram. Yaxşı qarpızım var, soyuducuda. Bumbuz, gətirim vur bədənə, duşican. Gətir də nəyə gözləyirsən? Sən arvad deyəni. İstiyə baxayım, ay Allah. Bəh. Aycan. Ava, Deyzi sənə mesaj yazır. Ata, indi sən tap gör mənim əlimdə nə var? Köməkli elə tapım. C hərfinə başlayır. Corab, Yox, cücə, yox, yaxşı ceyran. yox, düz tapmadım. Cacı qalqa. Mənim başıma, mənim oğluma bax, cəmaat da bir iki uşağım var. Gəlmir. -2. -3. Ay Allah. -2. -1. Bu yaşlıdır. Bu çox yaşlıdır. Bu da düz gəlmir. Pətələm, gələm. Nə düşdü? Alo. Qəlləm bala salam. Necəsən? Hə, sağ ol, həkimdir. Hə. Hardasan sən? Evdə? Tez gəl yanıma. Təcili işim var səninlə. 5 dəqiqə ola bilərsən yanımda. 10 dəqiqə, yo 5 dəqiqə tez yetir özün mənim yanıma. Tez elə, vacib işim var. Gözləyirəm, cəld ol. Oldu. Gəl. Salam doktor. Qaça razindən durdum, gəldim Sovetskiyə. Yaxşı eləmsən. Gəlləm, səhərdən 100 nəfəri yoxlamışam bu jurnalda. Heç biri uyğun gəlmir. Nə olub ki, doktor? Gəlləm, bilirsən də, sən həmişə xəstə olanda gəlirsən mənim yanıma, dərman yazıram sənə, yoxlayıram, sağalırsan. Hə. Amma bu dəfə mənim sənə işim düşüb. Hə, nə işdir ay doktor? Qulaq as. Yəqin ki, köməkliyi əsirgəməzsən mənim. Yo, doktor, eləyərəm, ona söhbətdir. Burada 6-cı palatada ağır bir xəstə yatır. Neçə kilodur, doktor? Ay Allah! Qulaq as da, ağır xəstə yatır 6-cı palatada. Yaşlı kişidir, ona 2 litr qan lazımdır. Sənin qan qrupun neçədir? Mənim qanım ikinci qrupdur. Mənfi, müsbət? Mənfi. Mənfi? Hə. Çək gəlsin. Karandaşım yoxdur axı. Hə, bırak. Ay Allah! Hə, ora. Əla. Qəlləm, həmin o yaşlı kişi deyib ki, kim mənə 2 litr qan versə, 2 litr qan 500 manatdır. Bu deyib ki, mənə qan versə, ona 1000 manat verərəm. 1000 manat. 1000 manat. Mənə verirəm 1000 manat. 2 litr qan verməliyəm. 2 litr qan. Doğrudan 1000 manat. Yəqin ki, sən verərsən. Hə, verim də. Pulun nağd versin 1000 manatı, verim qanımı. Niyə narahat olursa? Gedək qanı köçürdək. Kişi duran kimi 1000 manatı verəcəksən.
Yox ey doktor. Nağd 1000 manatımı versin, qanımı köçürdüm onu. Qəlləm, sən narahat olma, mənim özüm də oradayam. Qanı köçürdə, yaxşı olan kimi 1000 manatını çıxardıb verəcək sənə. Versin, mən də qanımı köçürdüm ona. Qəlləm, sən məni tanımırsan? Mən sənə deyirəm 2 litr qan köçürdək kişiyə, kişi bir ayağa dursun, yaxşılaşsın, 1000 manatı çıxardıb verəcək sənə. Bilirəm, nağd versin 1000 manatı, qanımı verim ona. Ya sən nə adamsın? Ay Allah. Ha, burada nə var ki? Deyirəm qanın 2 litrdir. Köçür ona, ayağa duran kim verər də sənə? Doktor, nə qısqırırsan? Sən bilirəm. Mən öz qanıma bələdəm. Mən bilirəm ki, mənim qanımdan 200 qram onun qanına keçsə, o köpək oğlu mənə 1000 manat verən deyil. Qansızın Ay biri, Allah! qansız axmağın biri. Qonşu! Qonşu! Nə olub cübbultu ilə qapını döysə sındırdın Qonşu təcili mənə kim edən su lazımdır. Cəld ol biraz. Nə olub, məhz olub? Cəld ol biraz. Dayan. Cəld ol biraz. Nə oldu? Gəlirəm. Cəld ol biraz. Ver mənə. Dayan görüm. Mənə görün. Ay qonşu, Hə? kömək lazımdır, ev yanır. Nə lazımdır özüm aparıram, nə ev yanır. Qaynanam quyuya düşüb. 2 metr su çatmır. Salam Məmiş. Salam Cəbiş, necəsən dostum? Yaxşıyam, sən necəsən? Yaxşıyam. Hardan gəlsən? Varovski'da söhbətim düşmüşdü, oradan gələm. Doğrudan? Ha, Neynədin? 17 nəfər idilər. Kuru qaldılar məni. Bu təsbihlə 97 dəfə başıma vurdular. Sonra da bu təsbihi hədiyyə verdilər mənə. Oyda, nə qəşəng təsbihdir. Məmiş, sabah yox birisi gün mənim də söhbətim düşüb, gedərsən mənə. Qoy başımın ağrısı keçsin, gedərəm. Hə, yaxşı. Salam aleyküm. Əleyküm əsəlam. Hardan gəlirsən? Adam öldürməkdən. Nətər yəni adam öldürməkdən? Necə yəni nətər yəni adam öldürməkdən? O nə sualdır reis? Sən məndən soruş ki, gör mənim pravam var, kəmərim var, tex pasportum var, sığortam var, apteçkan var, yoxsa hardan gəlirsən? Üzr istəyirəm deyəsən sualı səhv verdim sənə. Hara gəlirsən? Ata, ay ata, ata, ata. Sən imkan verəcəksən bir stəkan çay için. Yaxşı. Söz soruşuram da. Ata, dilimizdə niyə görə ana dili deyirlər? Evdə ən çox danışan kimdir? Anam. Ana dili. La 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 la. Yardım edin bana! Baba
Axmağın biri axmaq. Gedib 5 dili öyrənənə kimi bir dənə üzməyi öyrənərdin. İfsiyo. La 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 la.